Allah görün nə buyurur bizi yaradanda. Allah buyurur ki, mən sizin talibinizəm. Sizi sevən mənəm, mən sizi sevənəm. Kim cavab verər mənim eşqimə? Yaradılış budur, bax. Sevgi partlayışıdır, sevgidən xəlq elədim. İndi sual verirəm, cavab verərsiniz mənim sizə olan sevgimə. Görsən nə ilə doğulmusan, ay insan. Sən böyük bir sərmayə ilə doğulmusan. Sənin zərrə-zərrəndə Allahın sənə olan sevgisi var. Allah sənin aşiqindir. Yaratması eşq elan eləməsidir artıq. Yaradılışın sevgidən başqa səbəbi yoxdur. Onun sevgisi ilə doğulmuşuq və biz bir ömür neynəsək o sevgiyə cavab veririk. Nəticədə nə yaranır? Namaz, oruc, həc, zəkat, xums, cihad. Hamısı sevgiyə cavab vermək cəhdidir. Axırda da başa düşürsən ki, acizsən bu sevgiyə cavab verməklə və dünyadan köçürsən. Görsün ki, mümkün deyil. O sevgi ki, o qədər şiddətlidir. Neynəsəm azdır.